Salam, hörmətli izləyicilərimiz, oxucularımız. Sizə müraciət edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkoloji Mərkəzi 2-ci Kimyoterapiya şöbəsinin həkimi Elçin Mansurovdur. Müraciətimin səbəbi akademik Cəmil Əliyevin rəhbərliyi ilə bəlkə də belə demək düzgündür, dünyada analogu olmayan 4 ciltlik bir kitablar daha doğrusu nəşr olunmuşdur. Kitabların adı qidalanma və digər amillərlə onkoloji və yanaşı gedən xəstəliklərin əlaqəsi, bu barədə süni intellekt əlavə nə deyir kitablarıdır. Kitabların üzündə belə bir söz yazılır. Kim 100 il yaşamaq istəyirsə, bu kitabda deyilənlərə əməl etməli. Yəni, bu kitabları oxumalıdır. Bu nöqteyi nəzərdən bütün izləyicilərə məsləhət bilərdim ki, bu kitabları əldə etsinlər və necə sağlam həyat tərzi sürməyi haqqında bu kitabları, təxminən 2000 səhifədir bu kitablar, məlumatları özləri üçün belə deyim, mənimsəsinlər. Kitabın alınmağın ikinci səbəbi odur ki, bu kitabdan gələn gəlir Milli Onkoloji Mərkəz uşaq onkologiyasına ianə ediləcəkdir. Odur ki, o uşaqlarımıza belə deyək ki, kömək etmək məqsədi ilə ikinci səbəb də bu kitabı almaqdır.